Yeni təyyarə modeli formalaşdıqca ağlıma daha çox yeni layihələr gəlir təyyarə üçün. Hal-hazırda isə ağlımda olan layihə head tracking dövrəsidir, FPV sistem üçün. Robotlardan lazım olan materialları təmin etmişik. Gəlin onlarla tanış olaq, sonra isə hazırlanmasını göstərərəm. Bu layihədə bizə ən çox lazım olacaq material MPU 6050 gyro sensorudur. Sonra isə 2 ədəd PLA antenalı NRF modulları 2 ədəd. Hər şeydən 2 ədəd lazımdır. İlk öncə onu deyim. NRF modulları üçün yenə 2 ədəd 5 voltu 3.3 volta çevirəcək adapter modulları. 2 ədəd Arduino Nano. Pro Mini olsa daha yaxşı olardı. Nano tapdım. Ona görə Nano işləyəcəm. Bütün dövrələri dizayn etmək üçün, sadə və rahat hala gətirmək üçün Pertnex lövhələr və bir miqdar konnektorlar. Erkək və dişi konnektorlar. Bizə lazım olacaqlar bunlardır. Bunlardan dövrəmizi hazırlayıb təyyarənin üzərinə qoymağa yoxlayacağıq, əgər alınsa. Hələ ağlımda bir şey yoxdur, sadəcə lazım ola biləcək materialların hamısını hazırladım. Yəni, yəqin ki, bir şey çıxacaq ortaya.